Mirzəfər Bağırovun sevgisinin qurbanı olan, Azərbaycanın ilk maarifçi qadınlarından biri olan Xədicə Qayıbovadan sizə danışacağım. Xədicə Qayıbova Müqəddəs Nina Qızlar Məktəbində fortepiano ixtisası üzrə kurs bitirib. 1919-cu ildə Bakıya köçüb. 1933-cü ildə Xədicə Qayıbovanı casusluq ittihamı ilə 3 ay müddətində həbs edirlər. Heç bir dəlil sübut olmadığına görə 3 ay sonra Xədicə Qayıbovanı azadlığa buraxırlar. 1938-ci ildə onun ikinci həyat yoldaşı həbs olunandan sonra Xədicə Qayıbova ard-arda 9 dəfə sorğuya çağırılır. Deyilənlərə görə Mirzəfər Bağırov Xədicə Qayıbovanı sevirmiş. Hətta onun hər iki həyat yoldaşının ölümündə Bağırovun əli olduğu deyilir. 1938-ci ildə Xədicə Qayıbova həbs olunan zaman Bağırov həbsxanaya gəlir. Xədicə Qayıbovaya evlilik təklif edib. Xədicə xanım Bağırovun evlilik təklifini rədd edib. Deyilənlərə görə Mirzəfər Bağırov Xədicə Qayıbovanı özü güllələyib. Başqa bir iddiaya görə isə Mirzəfər Bağırov sevib qovuşa bilmədiyi Xədicə Qayıbovanı öz əllərlə boğub. Daha sonra onun meyitini qucaqlayaraq ağlayıb. Xədicə Qayıbovanın qızının istəyi ilə onun cinayət işinə yenidən baxılır. 1956-cı ildə Xədicə Qayıbova ölümündən sonra bəraət verilir.